bütün bəhanələri qırıb kəsib atan o qayda İnnallaha tayyibun la yaqbalu illa tayyiba. Allah Teala gözəldir. Yalnız gözəl olanı qəbul edər. Hədis Müslimdədir, qayıt bax. Sonra da xatırlayır bir kişini. Deyir ki, "Er-racul yutilis sefer, eş'at əğbar, yarfa' yedeyh. Ya Rab, ya Rab, ve met'amuhu haram, ve meşrabuhu haram, ve melbesuhu haram, ve guzziye bil haram. Fe enne yüstecabe leh." Uzaq səfərə çıxmış kişini xatırlayıb. Saçları dağınıq, qarışıq, toz içində, əllərini səmaya dikib, "Ey Rəbbim, ey Rəbbim" deyir, "yeməyi haram, içməyi haram, geyməyi haram, haramla bəslənib, necə cavab verilsin ona, yəni duası necə qəbul edilsin?" Uzaq səfərə çıxmış biri, yolun əziyyətinə qatlanmış, yorulmuş, birbaşa səfərlərdə olan, fərq eləmir, ibadət səfəri, elm tələb etmək üçün, iş üçün, daima səfərlərdədir, başqa xeyirlər üçün yola çıxıb, halbuki səfər duanın qəbul olma səbəbidir. Saçı dağılıb, o əziyyətə görə daraya bilməyib, qayğı göstərə bilməyib özünə, təmizlənməyib, dəyişib rəngi, dəyişib paltarının rəngi, tozdan, torpaqdan, zəlildir. Lakin bu ilə yanaşı, qaldırıb əllərini səmaya, yönəlib Rəbbinə. Halbuki Allah Teala qulun əllərini geri qaytarmağa utanır, boş qaytarmağa utanır bəndəsinin əlini, yalvarır, təkrarlayır, "Ya Rab, ya Rab", rübubiyyəti ilə Rəbbinə yönəlib. Və işarədir ki, insan belə yalvarsa duası qəbul olar. Lakin qəbul deyil duası. Duaların qəbul olma 4 səbəbi cəm olsa da onun üçün. Niyə? Çünki bir haram məğlub edib hamısını. Yeməyi haram, içməyi haram, geyimi haram, haramla bəslənib. Və deyiblər ki, alimlər, yeməyi haramdan sonra haramla bəslənib, əbəs yerə deyilməyib. O deməkdir ki, uşaqlığından haramla bəslənib. Sonra böyüyüb özü də haram yiyir. Sonra duasının qəbul olmasını istəyir. Lakin necə qəbul olunsun? Cəsədini Allahın qəzəbi ilə qidalandırır. Yediyi haramla qidalandırır. Ona görə ey övladları üçün Allahın razı qalmadığını qida olaraq evinə gətirən, sonra deyirsən ki, istəyirəm övladlarım salih olsun. Ey evini haram malla tikən, ləkəliyən, sonra təəccüblənirsən, niyə davadalaş, ədavət çoxdur evdə? Ey rahatlığını, bir saatlıq rahatlığını hasili ilə əldə edən, sonra qorxursan ki, gələcəyin yaxşı olmayacaq. Ona görə bil ki, sən əslində malı dağıtmırsan, əslində qəlbi dağıdırsan. Nuru söndürürsən, ailən üçün, özün üçün, evin üçün görünməyən qapılar açırsan. Lakin kifayətdir ki, baxasan şəriətin qoyduğu tərəziyə, müamilədə necə rəftar etmək üçün qoyduğu meyara, "Vaylul lil mutaffifin", vay olsun ölçüdə təkidə aldananlara, "Və la təbxəsun nəsə əşya'ahum", insanların haqlarını əskitməyin. Peyğəmbər sallallahu aleyhi və səlləm bir kəlmə zikr edib. Hansı ki, azgözlüyün, hiləgərliyin, tamahın, dələduzluğun belini sındıran, "Mən qaşşənə fəleysə minnə", kim bizi aldadarsa bizdən deyil, bizdən deyil, yəni yolumuzda deyil, əxlaqımızda deyil, səmtimizdə, hidayətimizdə deyil. Və deyib ki, "Əl-hələlu beyin, vəl-haramu beyin". Halal açıq aydındır, haram da açıq aydındır. Və onlar arasında şübhəli olan var. Kim şübhələrdən çəkinərsə, dinini, namusunu qorumuş olar, yəni şərəfini